Hər vaxtınız xeyir əziz izləyicilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz həftə ərzində dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. Əsas hadisə həmişə kimi Amerika ilə İran arasında gedən danışıqlar, razılaşmalar, düzdür, bunu razılaşma ilə adlandırmaq da çətindir. Görüşlər Pakistanda başladı bir neçə ay əvvəl. Birinci görüş fikir mübadiləsi apardılar, real nəticə olmadı. İkinci görüşdə olmalıdır, o da alınmadı və sonra İsveçrə seçildi ki, İsveçrədə danışıqlar davam etdirilsin. 14 bənddən ibarət bir sənəd ətrafında ortaq fikrə gəldilər. Amma son gələn xəbərlər göstərir ki, vəziyyət yenə də gərgindir. Tutaq ki, İran hansısa Hörmüz boğazından keçməyə çalışan, neft daşıyan tankerə atəş açır, Amerika bunun qarşılığını verir. Və görünür ki, yəni bu razılaşma da əslində çox da yerinə yetirilməyəcək, kövrək olaraq qalacaq. Üstəlik razılaşmada bir bənd var ki, onun yerinə yetirilməsi də problematikdir. Bu da Livanla bağlıdır. İran tələb edib ki, Livanda da atəşkəs qorunsun. Amma Livanda atəşkəsin qorunması üçün gərək Livan ərazisindən İsrail ərazisinə atəş açılmasın, raket atılmasın. Amma Livanın cənubunda yerləşən Hezbollah təşkilatı, hansı ki İranın təsiri altındadır, ara-sıra raketlər atır və İsrail ordusu da Livanın cənubunda hərbi əməliyyatı keçir və indinin özündə də İsrail ordusu Livanın cənubundadır və cənubu tərk etmək fikrində də yoxdur ki, əsas tələbi də Hizbullahın təşkilatıdır ki, Hizbullahın da təşkilat olacağını gözləmək çətindir. Əslində razılaşma belədir ki, indi Livan hökumətinə İsrail arasında da Vaşinqtonda danışıqlar gedir. Ki, Hizbullah ki, o ərazilər ki, İsrail ordusu nəzarətə götürüb, boşalan ərazilər Livan ordusu nəzarət etsin. Amma məsələ və problem ondadır ki, Hizbullah təşkilatı zərbələr altında nə qədər zəifləsə də yenə Livan ordusundan güclüdür. Yəni, Hizbullah yenə də özünə gələcək və həmin əraziləri nəzarətə götürəcək ki, bununla da İsrail razılaşmasıdır. Yəni, Livanla bağlı bəndin yerinə yetiriləcəyi də problematikdir. Üstəlik əsas məsələ Hörmüz boğazı. Yenə də bu məsələ ətrafında fikir ayrılığı var və son atəşkəs pozulması da məhz bununla bağlıdır ki, yenə də İran tələb edir ki, Hörmüz boğazından istifadə edən gəmilər, tankerlər rüsum ödəməlidirlər, nə bilim, digər məsələlərlə bağlı İranla məsləhətləşməlidirlər və kimsə məsləhətləşmədən, rüsum ödəmədən boğazı tərk etməyə çalışacaqsa hansısa gəmi, ona atəş açılacaq. Necə ki, bir neçə gün öncə atəş açıldı və Amerikada bunun cavabını verməyə çalışdı. Bizim bölgədə də maraqlı hadisələr cərəyan edir. Nikol Paşinyan parlament seçkilərində qələbə çaldıqdan sonra hökuməti formalaşdırmalıdır. Elə böyük dəyişikliklər gözlənilmir. Bizə gələn xəbərlərə görə parlamentin sədrini dəyişə bilər. Burada bir dəyişiklik ola bilər. Üstəlik Rusiya yenə də Paşinyana təzyiqlərini davam etdirir. Heç Paşinyanı təbrik də etmədilər. Təzyiq davam edir ki, seçim etməlisən. Ya Avropa İttifaqı, ya Avrasiya İqtisadi İttifaqı. Amma Paşinyanın da cavabı belədir ki, yəni niyə seçim etməliyəm ki? Avropa İttifaqının inteqrasiya tərəfdarıq, amma Avrasiya İqtisadi İttifaqından çıxmaq fikrim yoxdur. Rusiya da özünə elə aparır ki, sanki Avrasiya İqtisadi İttifaqında Rusiyadan başqa üzv ölkə yoxdur. Halbuki orada Qazaxıstan var, Qırğızistan var ki, onun da rəyi heç nəzərə alınmalıdır Ermənistan sıxışdırılanda. Bir də konstitusiya dəyişikliyi, yəni bizim əsas tələbimiz gündəmdə qalır. Ermənistanla sülh sazişinin imzalanması üçün Paşinyan mütləq mənada referenduma getməli, konstitusiyada Azərbaycan ərazi etirazı etibar edən bənd çıxarılmalıdır. Düzdür, Paşinyan indi parlament seçkisində qələbə çalsa da o kifayət qədər səsi yoxdur ki, parlamentdə referenduma getsin. Amma başqa bir, belə deyək də, qanunları var ki, əslində 300 min Ermənistan vətəndaşı imzası toplansa referenduma gedə bilər. Amma hansısa bunun yolu da tapılmalıdır ki, Azərbaycanla sülh sazişi imzasının Türkiyə ilə də münasibətləri normallaşdırsın. Proqramımızda bu mövzuları müzakirə edəcək. Proqramımızın bugünkü qonağı bizim çox dəyərli dostumuz və siyasi ekspertimiz Ayət Əhməd. Ayət, xoş gəlmişsən. Çox sağ olun, Nətər Əhməd. Ayət, çoxdan da biz görüşmürük. Təşəkkür edirəm. Onu da deyim ki, əziz izləyicilər, Ayətlə biz uzun illərdir tanışıq. Ayət uzun illər jurnalistikada çalışıb, indi pedaqoji fəaliyyətə keçib. Amma siyasi şərhləri də var, müxtəlif kanallarında biz siyasi şərhlərini də eşidə bilərik. Ayət, bu mövzulardan başlayaq. Sən Amerika-İran razılaşması barədə nə düşünürsən? Deməli, İlxan bəy, bu çox sağ olun, suala görə də, dəvətə görə də minnətdaram. Deməli,
Əlbəttə bu məsələ 14 bəndlik, o 14 maddəlik o deməli anlaşma memorandumu deyək. Bu hələ niyyət protokoludur. Yəni bunun hələ deyək ki, gerçəkləşməsi, bu reallaşacaqmı? Bu böyük bir sual altındadır. Amma bu 14 bəndlik protokolu mən Fransanın Le Monde qəzeti ilə Le Monde qəzetinin onlayn versiyasında Le Monde efirdə bu deşifrə kimi verilmişdi və mən onu tərcümə etmişəm. Bizim yerli portallarda var bu 14 bəndlik. Amma onun mən qısa xülasəsini indi burada bənd demək istəmirəm. Qısa xülasəsini deyim. Əsas orada ana xətt nədən ibarət idi? Birinci məsələ, deməli, həmin 14 bəndin birinci məsələsi ana xətti təşkil edən İranın nüvə deməli, proqramından imtina etməsi, yəni nüvə silahı deməli, İran imtina etməlidir və bunu inkişaf etdirmək barədə düşünməməlidir və bu fikrindən daşınmalıdır. Birinci məsələ buydu. İkinci əhəmiyyətli məsələ burada Hörmüz boğazı ilə bağlı rabitə xəttinin yaradılması idi ki, rabitə xətti yaradılır və Hörmüz boğazından keçən bütün gəmilərlə bağlı o gəmilərin təhlükəsiz keçidi təmin edilir. Üçüncü məsələ burada təşkil edirdi, sizin də qeyd etdiyiniz kimi. Yəni, Livanın cənubu, ümumiyyətlə, İsrail-Livan məsələləri tənzimlənməlidir. Bunun üçün də xüsusi bir, deyək ki, digər vasitəçi ölkələrin köməkliyi ilə qrup yaradılmalıdır ki, bu qrup yaradıldı və artıq dünən axşam da deməli, çərçivə sazişi imzalandı İsrail və Livan arasında. Düzdür, o məsələyə də gələr. Çərçivə sazişi imzalandı, bildirildi ki, artıq İsrail-Livan ərazisindən çıxır, öz korpusunu çıxardır oradan, amma Netanyahunun deməli, açıqlaması var və oldu, dərhal açıqlama verdi ki, İsrail Livanın cənubundan çəkilmir. Yəni, ziddiyyətli informasiyalar gəlir. Bir tərəfdə çərçivə sazişi, başqa tərəfdə yenə də demək, İsrail öz mövqeyindən geri çəkilmədiyini bəyan edir. Dördüncü məsələ ki, o da daha önəmli bir, deyək ki, bir xətt təşkil edirdi. Həmin 14 maddəlik deməli, o anlaşma memorandumunda bu nə ilə bağlı idi? Bu bağlıdır onunla ki, İranın artıq, deyək ki, beynəlxalq dondurulmuş aktivlərə artıq aktivlər açılır. Daha sonra, bundan sonra, deməli, eyni zamanda İranın, deməli, yenidən qurulması və inkişaf planı ilə bağlı bir layihə qəbul olunur və bu layihəyə 300 milyard dollar vəsait yatırılır. Yəni, artıq Amerika dolları İrana gəlir. Belə bir məsələdir və əlbəttə bunu deyək ki, İran Xarici İşlər Naziri Əraqçı bunu böyük bir təntənə ilə qarşıladı ki, artıq biz aktivlərimiz açılır, bizim neft və neft kimya sahəsi üzrə dondurulmuş, deyək ki, bizim daşınmalarımız həyata keçiriləcəkdir və 300 milyard dollarlıq İranda bir iş layihə həyata keçirilir. Yəni, bax, əsas xətti bunlar təşkil edirdi, amma bax, bu anlaşma memorandumundan sonra düzdür, ümid var idi. Yenə qeyd etdiyim kimi, bu bir protokoldur, niyyət protokoluydu. Amma dünən artıq biz, deyək ki, Trump bununla bağlı öz Truz sosial şəbəkəsində yazdı ki, İran bizim 4 gəmimizə artıq neftlə dolu tankerə hücumlar edibdir. Hücumlar həyata keçiribdir. Yəni, İran tərəfi artıq burada razılaşma, memoranduma gedir, danışıqlar olur, amma sonra nə baş verir, hansı proses baş verirsə, artıq o anlaşmanı pozur, deyək ki. Yəni, əsas məsələ odur, sən də onu söylədin ki, bu razılaşma var, niyyət olsa da ki, bu razılaşma kimi qiymətləndirim. Prinsip, məntiqlə İran daha çox sabitlikdə, sakitlikdə hələ ki maraqlı olmalıdır. Çünki sən demiş, dondurulmuş aktivlərin geri qaytarılması var, 300 milyard dollar söhbəti var, istəyir, reallaşması çətindir onun. Amma sən yenidən tutaq ki, Amerika və yaxud Amerikaya tərəfdaş olan ölkələrin gəmilərinə və yaxud neft daşıyan tankerlərinə atəş atsan, əsas məntiqi də budur ki, güya həmin gəmilər də rüsum ödəməli. Amma bu məsələ o 14 bəndli sənəddə həm də ondan əsaslandırır ki, həm bizə rüsum ödəməlidir, həm də yalnız bizim verdiyimiz xəritə üzərində hərəkət etməlidir. O xəritədən kənara çıxan gəmi, mən dünən bununla bağlı Fransa mətbuatında kifayət qədər yazılar var, mən izləmişəm, həm Elfirə görə, həm də iş peşə gərək mən gündəlik prosesləri qlobal izləyirəm. Əziz izləyicilər, onu da xatırladım ki, Azərbaycanda fransız dili mütəxəssisləri içərisində ayətin də dəstxətti var və Fransa mətbuatında gündəlik izləyir. Minnətdaram sizə, təşəkkür edirəm və orada İran bunu nə ilə əsaslandırırdı ki, o bizim təyin etdiyimiz marşrutu pozub. Yəni, biz oradakı gəmilər hansı ölkənin gəmisi, tankeri olmasından asılı olmayaraq, o bizim verdiyimiz
marşrut üzrə hərəkət etməlidir ki, bu anlaşma memorandumunda belə bir bənd yoxdur. O sonrakı texniki hazırlanmalı olduğu bir məsələdir, amma bunu bəri başdan tətbiq edirlər, narazılıq yaradırlar və bombalayırlar. Və yenidən o memorandum pozulur və memorandumun reallaşması böyük bir sual altına düşür. Burada həm də maraqlı məqam nədir? Axı o Hörmüz boğazı tək İrana aid deyil. Orada Oman da var, bəli. Omanla heç hesablaşmır. Düzdür, deyir ki, Omanla birgə hərəkət edəcəyik, amma Oman heç bir gəmidən rüsub tələb etmir. Bəli. İndi düzdür, Amerika ilə tərəfdaş dövlətdir. Yəni Omanın rəyi də nəzərə alınır. Burada bu dondurulmuş aktivlərlə bağlı da məsələ çox maraqlıdır. Amerika sözdə şifayə deyə bilər ki, mən hansısa bir bank hesablarını, o dondurma aça bilərəm ki, İran istifadə etsin. Amma 300 milyard biraz nağıla oxşur. Amerika, Trump iş adamda $1 da verməz kiməsə. Yəni o məsələ də elə bir ümumi bənd kimi qoyulub, amma gələcəkdə bunun reallaşması çətin olur. İran ancaq özünün arxayın olmalıdır o iqtisadiyyatın bərpasında. Elə İlxan bəy, bax o İran iqtisadiyyatına qeyd etdiniz və orada da bundan əvvəl bir gözəl cümlə dediniz ki, ümumiyyətlə bu anlaşmanın reallaşmasında, bu memorandumun, razılaşmanın tez rəsmi formada, yəni de jure təsdiqini tapmasında İran özü maraqlı olmalıdır. Birinci növbədə İran maraqlı olmalıdır. Nə üçün? Mən sizə deyim. Bax elə Fransa mətbuatını da açıb oxuya bilərlər. Kifayət qədər bununla bağlı mənbələr var. İran Hörmüz boğazının bağlı qalmasından gündəlik mən qeyd etmişəm, $335 milyon vəsait itirir. Bir gündə Hörmüz boğazının bağlı qalması İran iqtisadiyyatına $335 milyon ziyan deməkdir. Bu dağılmış İran iqtisadiyyatı üçün daha böyük rəqəmdir və ümumiyyətlə Avropa mətbuatının yazdığına görə ki, bunu bəzən İranın bəzi deyək ki, düz o təkrat ölkədir, qapalı ölkədir, çox informasiyaları açmır, amma orada ayrı-ayrı ölkələrin kəşfiyyat xarakterli məlumatları var. Təkcə Fransa deyil, Böyük Britaniya məsələ mətbuatında da bunu aydın görmək olar ki, ümumiyyətlə bax bu 4 aylıq mərhələdə 28 fevraldan bu günə qədər olan mərhələdə İran 3 milyard və 1 trilyon arası dollar və iqtisadi qan itirib. Təsəvvür eləyin. Yəni belə bir mərhələ bunun məsəl üçün insan etkisi 1700 mülki vətəndaş olmaqla 3636 deməli bu personal, yəni şəxs insan tələfatı olub. 40 günlük bəli. Bu qədər insan itirib. Daha sonra burada 155 gəmi, İranın 155 gəmisi vurulub. İranın 4400 dronu məhv edilib. Bu müharibə ərzində. Görün bu nə qədər böyük iqtisadi itki deməkdir. Yəni belə bir məqamda, yəni sənə anlaşma təklif olunur. Bu memorandum imzalanır. 14 bənd, onun 4-ü əsas bənd olmaqla qarşınıza qoyulur belə bir sənəd. Amma siz yenə də bu anlaşma memorandumunu pozursunuz. İndi pozursunuz. Son cümləndən başlayır. Anlaşma memorandumu pozursunuz. İndi İranın özündə də dərin fikir ayrılığı var. Bir tərəfdə yer alır İran prezidenti və tutaq İran parlamentinin sədri ki, Bakıda da olmuş, o mövzuya ayrıca toxunarıq. Qalibov çox maraqlı açıqlamalar verdi Bakıda. Bir tərəfdə də Sepah generalı. Məsələn, mən inanmıram ki, Pezeşkiyan bu anlaşma, memorandum, niyyət sənədin pozulmasında maraqlı olsun. Özü də deyib ki, bu bizim üçün vacib. Buradan əgər Sepah generalı əmr verirlərsə, atəş açılsın, əslində bu həm də İranda hakimiyyət içində fikir ayrılığının dərinləşməsindən xəbər verir. Əlbəttə, İran daxilində hakimiyyət çəkişmələri, İran daxilindəki bu ziddiyyətlər, təfriqələr, artıq bunun özü də, yəni bu onu göstərir ki, təsəvvür eləyin, düşünün ki, yəni Pezeşkiyan siz çox doğru qeyd elədiniz. Yəni bir tərəfdən, yəni bir hakimiyyətin bir qanadı, bir qolu bu memorandumu tez reallaşdırmaq, bu itkilərdən xilas olmaq niyyətindədir. Başqa bir tərəfdən amma Sepah bundan razılaşmır. Düşünün, bir rəsmi başqa cür açıqlama verir ki, biz bunu dəstəkləyirik. Hətta mən bayaq qeyd etdiyim kimi Abbas Əraqçı Xaricilər Naziri bunu belə bir alqışla, bir toy bayramla, böyük şövqlə, anşlaqla qarşıladı ki, 300 milyard dollar gəlir, biz artıq İran yenidən qurulur, İranda bir plan işlənilir, həyata keçirilir. Amma başqa bir tərəfdən biz Sepahın digər bir ziddiyyətli açıqlamasını eşidirik ki, yox, biz nüvə silahından əl çəkməyəcəyik, belə bir məsələ gündəmdə yoxdur, bu bənddə yer almayıb. Amma o bəndi mən Fransa mətbuatında deşifrə olunmuş, yəni yayılmış versiyasını oxumuşam ki, bu həmin 14 maddənin içərisində o da var. Yəni burada Sepahla İranın, yəni bu qanadlar arasında sanki böyük bir yarğan var, böyük bir deyək ki, çatılar var.
Yəni bir rəsmin açıqlaması başqa bir tərəfi təsdiqləmir. Yəni öncə İran öz daxilindəki o prosesləri qərar verməlidir. O vahid bir mərkəz, yəni mərkəzləşdirilməlidir artıq burada. İranda mərkəzdən qaçma meylləri çoxdur. Çox ciddi mərkəzdən qaçma meylləri var. Yəni bir qanat artıq Amerika ilə razılaşmanın tərəfdarıdır, hətta bunu tezləşdirmək istəyir. Başqa bir qanat buna mane olur və imkan vermir. Və bu da artıq ABŞ-İran münasibətlərindəki bax bu ziddiyyəti, bu gərginlikləri daha da şiddətləndirir və memorandumun demək olar ki, işini onu yalnız deyək ki, bir su üzərində yazılmış bir yazıya çevirir. Rəhmətli Dudayevin dediyi kimi o deyirdi. Rusiya ilə imzalanan suya yazılmış. Yəni artıq bax bu da yəni ABŞ-nin deyək İranla imzaladığı bax o imzaladıq deyəndə ki, 14 bəndlik o sənəd sanki su üzərində yazılmış bir deyək ki, mətin kimi qalır. Ayət, deməli bizim keçən verilişin qonağı Azərbaycanın uzun illər İranda səfiri işləmiş, daha sonra Tacikistanda da Abbas Əli Həsənov idi. Abbas Əli müəllim böyük təcrübəyə malikdir. O da sənin kimi xarici dillər, fars dili üzrə mütəxəssis, fars dilini Azərbaycan ən yüksək səviyyədə bilənlərdən. SSR-nin vaxtında elə o Tehranda SSR-nin səfirliyində işləmişdi. Mən ona belə bir sual verdim ki, bu İran, tutaq ki, orada da var o 14 bəndli sənəddə uranın zənginləşdirməkdən imtina edə bilər. O maraqlı bir fakt dedi, öz təcrübəsindən çıxış edərək. Dedi ki, İran uranı şah dövründən zənginləşdirmə. Bu mövzu o vaxtdan maraq göstərir. Üstə gəl də sənin belə deyək də ixtisas dairən olduğun Fransa ona kömək edib o vaxt şah dövründə. Bəli. Məsələn, İsrailin özü də məhz Fransa vasitəsilə nüvə silahına malik olub. Düz İsrail heç vaxt etiraf etmir ki, onun nüvə silahı. Amma bütün dünya bilir ki, İsrailin nüvə silahı var. Amma özü etiraf etmir. Fransanın köməyi. Vaxtilə 70-ci illərdə şahın dövründə o zaman da, yəqin şahın da belə bir fikri olub ki, İranın da nüvə silahı olsun. O zamandan var. Məsəl üçün, bir neçə atom elektrik stansiyanın tikintisi də şahın dövründə başlayır. Yəni, Abbas Əli Həsənov fikrincə, şahın dövründə başlayan prosesi indiki molla rejimi dayandırmaz. Çünki milyardlar xərclən. Hansısa yolla, yəni uranı zənginləşdirməkdə düşünür ki, davam edəcək. Sənin fikrin necədir bu barədə? Mən də əlbəttə Yaxın bəy, bu barədə bilirsizmi necə? Yəni İran nüvə proqramını dondurmasına inanmaq biraz sadəlövlük olardı. Yəni mən hətta düşünürəm ki, onlar artıq onu zənginləşdiriblər də, inkişaf etdiriblər. Yəni bu qədər, bu dövrə qədər, yəni biz şahın dövründən müharibə biraz geri sala bilər. Yəni şahın dövründən başlanan bir proses, təsəvvür edirsiniz, əsrlər, qərinələr, illər boyu gəlir və bu hələ də bunu zənginləşdirə bilmir. Məncə artıq bu prosesi də həyata keçiriblər. İndi yenə deyirəm, mən buna inanmıram ki, yəni İran bundan sonra bunu dayandırsın. Ola bilsin ki, müəyyən bir zaman qazanmaq üçün, o 60 günlük bir müddət var idi. O iqtisadi qan itirirdi. Baxdı ki, məsələn dediyim kimi Hörmüz boğazında gün ərzində bunun itkiləri olur. Bu həm eyni zamanda hərbi arsenalı zəifləyir, eyni zamanda bunun öz daxilində bir ciddi çəkişmələr var ki, bunu artıq həll etməlidir, bunu bir nizama salmalıdır. Bu qanadlar arasındakı bəlkə bir ortaq yol tapılsın, yəni mərkəzdən qaçma meylləri aradan qaldırılsın. Ola bilsin bir zaman qazanır bundan. Amma yenə də mən də İranın nüvə proqramından imtina etməsinə inanmıram və o anlaşma memorandumunda bu olsa belə, bayaq mən qeyd etdim ki, bir tərəf var, yəni bənddə yer alır. Amma başqa bir tərəfdə biz Sepahın dilindən dəfələrlə eşitmişik ki, yəni İran nüvə proqramından imtina etməyəcək. Yəni bu biraz inandırıcı deyil. Yəni buna inanmaq qeyd etdiyim kimi biraz sadəlövlük olardı. Həm burada sənin nə məqam var, psixoloji məqam var. Məsələn, biz deyirik ki, İsrailin nüvə silahı var. İranın da əsas düşməni İsraildir. İrandakı Sepah generalları, mühafizəkar rejim düşünə bilər ki, mənim düşmənimin nüvə silahı varsa mütləq məndə də olmalı. Məsəl üçün, bu niyə bənzəyə bilər? Hindistanla Pakistan eyni gündə nüvə silahına malik olduğunu elan etdi, sınaqdan keçdilər. Çünki Hindistanda nüvə silahı olsaydı, Pakistanda olmasaydı, bu balansı pozardı. Psixoloji Pakistan geri düşəcək. Ona görə ikisi də bir yerdə bu nüvə çalışmalarını aparırdılar və Pakistanla bağlı bir maraqlı misaldır. Məsəl üçün, İranı idarə edənlər və həmin o mollalar həmişə hər zaman deyirlər ki, bəs fətva var. Mərhum Əli Xameneyinin.
İslam ölkəsi nüvə silahına malik olamaz. Elə Pakistan nümunəsini götürək. Pakistan da İslam Respublikası. Bəli, Pakistan İslam. Amma nüvə silahı var çünki olmalıdır. Düşməni Hindistanın da var. Yəni bu fətva əslində elə bir indi əhəmiyyət kəsb etmir. Özü bu müharibədən sonra o Sepah generalları daha çox, sən də o məsələyə toxundun, nüvə silahına malik olmaq istəyə bilərlər ki, o məndə olsun ki, bəlkə mənə hücum etməsin. Məsələn, Şimali Koreya nümunəsi də var. Despotik bir rejimdir Şimali Koreya, bir nəfərin hakimiyyətidir. Amma nüvə başlıqlı raketlər var. Kimsə ona hücum etməyə risk etməz. Hər həftə bir nüvə silahını sınaqdan keçirir. Bəli, Yaponiya ondan qorxur. Ətrafında bütün Cənub Koreyada ehtiyat edir. Hətta Trump ondan lideri ilə görüşmüş ki, birinci prezident. İran da yəqin belə düşünür ki, mənim düşmənimin varsa mütləq mənim də olmalıdır. Mənim də olmalıdır. Əlbəttə, həm o yanaşma, həm də İlxan bəy, burada bir məsələ, mən Fransanın da mövqeyini, o siz bayaq qeyd etdiniz, elə şahın dövründə Fransa olaraq dəstəkləyir. Məsələn, bu ABŞ-İran gərginliyi, bax bu qarşıdurma yeni şiddətlənən mərhələdə, məsələn, Fransanın prezidenti Emmanuel Macronun açıqlamaları olurdu. Özü də çox sərt ritorika seçirdi ki, İran nüvəni zənginləşdirməməlidir, bu proqramdan ümumiyyətlə imtina etməlidir, dayandırmalıdır bu məsələləri. Amma zaman keçdikcə Fransada Hörmüz boğazından, bu karbohidrogenin 20% Hörmüz boğazından keçir. Yəni enerji qıtlığı, inflyasiya artıq orada da yarandıqca və onlar başladılar biraz loyallaşdırmağa. Hətta İran tərəfinin belə bir açıqlamaları olurdu ki, doğrudan da Fransa bizi nüvə proqramından imtina etməyə çağırırsa, onda özündə nə üçün var? Belə bir sual ünvanlayırdı. Amma sonradan baxdıq ki, artıq Fransa o cür çağırışlar etmir. Sadəcə loyal çağırışlara keçib, həlim çağırışlar edir və ümumiyyətlə bütün Fransanın bundan sonraki çağırışları oldu ki, Hörmüz boğazı açılsın, qarşıdurma dayansın və bu ümumiyyətlə beynəlxalq iqtisadi gərginlik aradan qalxsın. Demək istədiyim məsələ nədir? Artıq Avropa ölkələri də İranın üzərinə o məsələ ilə bağlı çox da gəlməkdə niyyətli görünmədilər. Çünki artıq onlar da gərginləşdirib boğazı bağlı saxlamaqda niyyətli deyildilər. Yəni bu iqtisadiyyat, maliyyə elə məsələdir ki, bəzən dost qardaşı düşmən edir, bəzən düşmənləri isə dost edə bilir. Yəni artıq bu Hörmüz boğazının bağlı saxlanılması və o Fransanın da mövqeyində müəyyən yumşalmalara gətirib çıxardı. Və orada da, məsələn, fransız analitiklərdə mən tez-tez oxuyuram, onlar da məsələnin üzərinə xüsusi dayanırlar ki, yəni İranın nüvə proqramından imtina etməsi, həm o bayaq qeyd etdiyimiz psixoloji baxımdan ki, yəni mən nə üçün, əgər mənlə mübarizə aparan ölkədə bu varsa, mənim mübarizə apardığım ölkələrdə bu nüvə proqramları varsa, mən niyə etməməliyəm, mənim niyə olmamalıdır və mən də təbii İran özünü, indi biz nə qədər onu hafifə alsaq da, düzdür, məsələn, onun texnoloji cəhətdən Amerika, İsrail qədər inkişaf etməyib İran. Amma hər halda onda da, onun da alimləri var, nüvə hazırlayan alimlər var. Yəni bizdə nə üçün olmamalıdır? Yəni o dünyaya bax belə bir sualla müraciət edirlər və qeyd etdiyimiz ki, mən inandırıcı deyil ki, İran nüvə proqramından imtina etsin. Fransa mövzusunu sizdən biraz da genişləndirək. Mən səninlə razıyam ki, müharibə təzə başlayanda ola bilsin Fransa və Macron da Trump qədər gözləntisi olub ki, bu müharibə nəticəsində İranda rejim dəyişərsə, hər şey həll olunur. Həqiqətən belədir. İranda rejim dəyişsə, bir çox məsələ həll oluna bilər. Məsələn, Suriyada dəyişdi. Suriya artıq dünya üçün problemdir. Əl-Şara problemlərin həlli ilə məşğul. Ola bilsin Macron da Trump kimi və yaxud İsrail hakimiyyəti kimi düşünürmüş ki, müharibənin ilkində ki, rejim dəyişir. Amma açıq etiraf edək ki, 2 müharibə oldu qısa müddət İrana görə. Rejim dəyişmir. Əksinə rejim daha da qəddarlaşdı. Və rejim artıq heç kimə tabe deyil. Əvvəl heç olmaz ali dini lider prezidentlə Sepah generalları arasında bir balans yaradır. İndi o da yoxdur. Oğlu da bilinmir, sağdır, xəstədir, nədir, amma atası qədər nüfuzu yoxdur. Daha da qəddarlaşıb. Fransanı götürsək, son zamanlar Fransa ilə İsrail arasında da münasibətlər gərginləşib. Bu biraz həm İrana görə olub, biraz ola bilsin, həm də əsas Livana görə. Çünki Livan sən də tarixdən yaxşı bilirsən, əvvəl Fransanın belə nəzarətində olan bir ərazi olub. Birinci Dünya müharibəsindən sonra əslində Osmanlının tərkibində olub. Livan əslində mən bir sünni dövlət hesab edirəm. Bir çox dövlətlər o ərazidə sünni dövlət. Fikir ver, İranla müharibə oldu da. Məsələn, İran nə qədər körfəz ölkələrinə zərbə endirdi. Zərbə endirdi, bəli. İranı tənqid edə bilərik, amma İran biri də ona cavab zərbəsi endirəmədi. Nə Səudiyyə Ərəbistanı, nə Oman, nə Bəhreyn, nə Oman, bəli. Bir çoxu sonradan Osmanlının dağılması nəticəsində yaranmış dövlət. Heç anlaşıldı ki, düzəməlli orduları da yoxdur. Elə ancaq Amerika arxayın olur ki, Amerikanın bizdə hərbi bazalar var, bizi qoruyacaq, amma Amerika da tam qoruya bilmədi. Gəlirik Fransaya.
Bax, Fransa indi Livana görə İsraillə münasibətləri gərginliyi var və bir neçə gün öncə deyəsən İsrailin müdafiə naziri açıqlama verdi ki, Fransadan hansı hərbi texnika almalıymış, imtina ediblər. Əsasən Livana görə. Yəni bu o deməkdirmi ki, məsələn Fransada Avropa İttifaqının əsas aparıcı dövləti kimi özünü təqdim etməyə çalışır. Almaniya və Fransa. Amma Fransa daha çox liderliyə ehtiyac. Fransa həqiqətən bu siyasətini dəyişib. Artıq məsələn İran sabah nüvə silahı əldə etsə belə buna belə deyək də, seyirci mövqeyindən qalacaq. Yox, seyirci mövqedə qalmayacaq. Təbii ki, İranın Fransanın içərisində də bir niyyət var ki, İran bunu əldə etməsin. Yəni Fransa İranın güclənməsində heç də maraqlı deyil. Sadəcə bu indiki məqam üçün ki, yəni artıq bu iqtisadi gərginliklər yaranır və o müəyyən qeyd etdiyim kimi iqtisadi qan itirir. Məsələn, bu gün biz ABŞ-İsrail arasında da, məsələn, bu yaxınlarda ABŞ-nin birinci vitse-prezidenti Vance açıqlama vermişdi ki, yəni İsraili dünyada ən çox qoruyan lider məhz Trumpdır. Yəni İsrail niyə Trumpın əleyhinə bəyanatlar verir bu memorandum imzalanmazdan öncə ki, yəni İsrail tərəfi açıqlamalar verirdi ABŞ əleyhinə ki, yəni ən azı İranın nüvə proqramını dayandırmasını, nüvənin zənginləşdirməsini dayandırmasına nail olmaq lazımdır. Yəni buna nail olunmadan, yəni İranla anlaşma memorandumu imzalanmasın. Ümumiyyətlə İran üçün o 300 milyard dollar məsələsinə İsrail tərəfdə hardasa bu bir qılınc qalxanla qarşılanırdı. Yəni belə bir açıqlamalar da verilirdi. Mətbuatda da buna dair var. Və onda Vance açıqlama verdi, İsrail rəsmilərinə bir cavab olaraq bildirdi ki, yəni dünyada yəni İsraili ABŞ qədər dəstəkləyən, daha doğrusu ABŞ lideri Trump qədər, Donald Trump qədər dəstəkləyən ikinci bir lider yoxdur. Və siz kimin əleyhinə açıqlamalar verirsiniz? Və indi bu o demək deyil ki, artıq belə bir açıqlamadan sonra ABŞ və İsrail münasibətləri tamamilə korlandı. Təbii ki, korlanmayıb. Onlar yenə də müttəfiqdirlər. Eyni zamanda Fransa ilə İsrail arasında da yəni bir açıqlamaya görə hardasa məsəl üçün təbii Fransa istəyir İsrail Livanın o vurulmasında iştirak etməsin, Livanın cənubuna müəyyən hücumlar həyata keçirməsin, Livanın cənubunda oradan ordusunu geri çəksin. Amma mənə elə gəlir ki, bu məsələyə görə, yəni bu Livan məsələsinə görə Fransa İsraillə münasibətlər tamamilə korlamayacaqdır. Yəni bu diplomatik əlaqələr, diplomatik kanallar davam edir, davam edəcəkdir və Fransanın qeyd etdiyim kimi, yəni Fransa İrana görə İsraili deyək ki, qurban verməyəcəkdir. Macron sən də yaxşı bilirsən, iddialı siyasətçidir. Bəli. İkinci dəfə də prezident seçildi. Səhv eləmirəmsə 2 ildən sonra da orada prezident seçildi. Bəli, prezident seçkiləri. Amma iddialı siyasətçidir. Hər yerdə olmaq istəyir. Düzdür, gücü çatmır. Məsələn, Livanla bağlı da səhv eləmirəmsə keçən il 2 il əvvəl Livana bir səfəri oldu. Və Livanla İsrail razılaşmasında onun da güya payı oldu ki, bəs atəşkəs olsun Livanla İsrail arasında, Hizbullah güya da atəş açmayacaq və Livan ordusu Hizbullahı təşkil edəcək. Amma mən yenə də o fikirlə gəlirəm ki, Hizbullah nə qədər zəifləsə də bütün hallarda Livan ordusundan güclüdür. Livan ordusunun adı var və Livan ordusunun tərkibində də şiələrin sayı çoxdur, az deyil. Və İranın da Hizbullaha açıq dəstəyi ortadadır. Və məsələn Livan ordusuna xidmət edən, Hizbullaha simpatiyası olan hər hansı bir hərbçi Hizbullah tərəf atəş açarmı? Yəni Macron əslində bu məsələni də həll edə bilmədi. Yəni Hizbullahı heç Trump məsələ həll edə bilmir, Hizbullahı təşkil edə bilmir. Düzdür, sən də toxundun o məsələni. O Vaşinqtonda danışıqlar gedir. Vaşinqton çalışır ki, İsrail ilə Livan hökuməti arasında bir rabitə qursun. Amma yenə də Hizbullah məsələsi çözülməyənə qədər Macronun da, Trump'ın da gücü çatmır. Gücü çatmır. Elə həll etmək. Bax, bayaq Elxan bəy bir maraqlı məsələyə toxundunuz. İranın məsələn, bax, İran 8 yaxın şərq ölkəsində ABŞ-nin 16 hərbi bazasını vurdu. 8 müxtəlif ölkədə ABŞ-nin 16 hərbi bazasını vurdu. Yəni məsələ nədir burada? Bax, o qeyd etdiyiniz məqamdır ki, artıq ABŞ belə həll edə bilmir Livan məsələsini, Hizbullah məsələsini çözə bilmir. Gördünüz, bax, dünən artıq çərçivə sazişi imzalandı. Səhər çərçivə sazişi imzalanır və yenidən açıqlamalar verilir. Ziddiyyət açıqlamalar gəlir. Bir tərəfdən razılaşma var, başqa bir tərəfdən, yəni əməldə biz bu razılaşmanı görmürük. De facto var, hər şey de jure yoxdur. Bu bir növdə bilsən nəyə bənzəyir? 94-cü ildə biz məcburiyyət altında Ermənistanla bir atəşkəs sazişi Bişkəkdə imzaladıq. Amma əsas orada razılaşma bu idi ki, Qarabağ məsələsi həll olunacaq. Azərbaycan ərazi bütöv təmin olacaq. Hətta Lissabonda 96-cı ildə Lissabon samitində ATƏT sədrinin adından bir üç bəndli bəyanat da qəbul olundu. Yerinə yetirməlidir. Amma atəşkəs var da, amma atəşkəs tez-tez pozulur. Çünki Azərbaycan haqlı istəyi yerinə yetirməmiş.
Bu atəşkəs ona bənzəyir. Çünki hər iki tərəfin fərqli maraqları var. Və bunları uzlaşdırmayana qədər döyüşlər və toqquşmalar davam edəcəkdir. Bəli. Burada Fransa bir mövzuya da toxunan Fransanı yekunlaşdırmaq üçün Fransa nədənsə elə bir Türkiyənin güclənməsindən narahatdır. Bu tarixi bir məsələdir, yoxsa həm tarixi məsələdir, həm də əlbəttə Fransanın Türkiyənin güclənməsini həm yaxın şərq amilinə görə təbii ki, istəmir Türkiyəni güclənsin, Türkiyə yaxın şərqdə böyük nüfuza söz sahibi olsun, söz sahibinə çevrilsin. Başqa məsələ deyək ki, məsələn, Fransa mətbuatında həmişə Türkiyə əleyhinə yazılar nədən ibarət? Məsələn, Avropa Birliyinə Türkiyənin qəbul olunmaması nə ilə bağlıdır? Birinci, Türkiyənin yaxın şərqdə güclənməsi Fransanı çox ciddi narahat edir ki, o yaxın şərqdə ümumiyyətlə istəmir Türkiyə güclənsin. İkinci, deməli, Fransanın Türkiyənin sənaye ölkəsi olduğunu daha yaxşı bilir ki, Türkiyə güclənərsə, onun qlobal konturları genişlənərsə, artıq Türkiyə məhsulları ki, biz bu gün görürük, misal üçün Türkiyənin silahı, Türkiyənin İKT sahəsindəki inkişafı, Türkiyə deyək ki, hərbi arsenalını gücləndirir, artıq dünyaya həm deyək ki, İKT məhsulları satır, eyni zamanda silah istehsalına başlayıbdır və bu Türkiyənin ümumiyyətlə hərbi cəhətdən qüdrətlənməsi, güclənməsi, ümumiyyətlə qeyd etdiyim kimi Türkiyənin beynəlxalq silah bazarına çıxışının olması Fransanı ciddi narahat edir. Çünki o həm də Fransanın orada bir imkanlarını daraldır və eyni zamanda qeyd etdiyimiz kimi, yəni Türkiyə sənaye ölkəsidir. Bugün Türkiyənin sənaye ölkəsidir və Türkiyə məhsulları heç də Fransa məhsullarından geri qalmır. Və Fransa ondan qorxur ki, Türkiyə iqtisadi cəhətdən Fransanın yerini ala bilər. Bəlkə də buna görə Fransa illərdir imkan vermir ki, Türkiyə Avropa İttifaqına üzv olsun. Çünki sizinlə Elxan bəy, biz məsələni hara gətirsək, onsuz da Fransa Türkiyənin Avropa Birliyinə qəbuluna mane oldu illər boyu. Türkiyə nüfuz itirdi. Heç bu gün Türkiyəyə Avropa Birliyi lazım deyil. Məsələn, Türk Təşkilatları Birliyi yaradılıb ki, bu az qala Avropa Birliyinə bərabər bir gücdür. Yəni Türk Dövlətləri Birliyi, TDT. Yəni bu gün deyək ki, Türkiyə özü az qala tək başına bir Avropa Birliyidir. Hansı Avropa Birliyi ölkəsi bu gün misal üçün Türkiyəyə üstdən aşağı intonasiya ilə yanaşa bilir? Yəni bu gün məsələn mən Türkiyə rəsmilərinin dilindən Avropa Birliyinə biz daxil olmalıyıq bir bəyanatını eşitmirik. İstəmir də bu gün Türkiyə. Türkiyə nə edəcək? Əvvəllər aktual olanlar arxa plana keçib. İndi görürsünüz arxa plana keçib. Çünki Türkiyəyə lazım deyil Avropa Birliyi bu gün. Türkiyənin özündə bir super gücə çevrilməkdədir. Yəni bu gün baxın, yəni Amerikanın məsələn lideri, biz istənilən halda Amerika yəni super gücdür. Bir super gücün lideri Donald Trump'ın elə 2 gün bundan əvvəl açıqlaması var idi ki, cənab Erdoğan mənə bildirdi ki, biz görüşməliyik. Mən dərhal onunla görüşü qəbul etdim və onunla görüşə mən getməliyəm. Və onun üçün sürpriz hazırlayıram. Bəli. Seyircilərimizə də xatırladaq ki, iyulun 4-də Ankarada NATO-nun sammiti keçiriləcək. Trump məsələn həmin açıqlamasında ki, sən xatırladın, dedi məsələn Türkiyə olmasaydı mən o NATO sammitinə getməzdim. Erdoğan olmasaydı. Yəni Türkiyədə keçirilməsəydi mən o getməzdim. Həm Türkiyədə keçirilməsəydi, həm də Erdoğan məni dəvət faktoruna görə, yəni mən o tədbirə, o sammitə getməzdim, qatılmazdım. Bunun özü, siz nə qədər böyük sözdür. Yəni bunun Trump'ın dilindən səslənməsi, məsəl üçün Trump'ın Azərbaycan lideri Cənab İlham Əliyevlə bağlı da, yəni təsəvvür edin 10 milyonluq bir xalqın liderinə, böyük bir super gücün lideri göstərir və barmağı ilə bizim cənab prezidentə işarə edir. Yəni bu böyük bir mesajdır, böyük bir siqnaldır, böyük bir dəyərdir doğrudan da. Yəni bu gün Amerikanın Türkiyə liderinə, Azərbaycan liderinə belə bir deyək ki, bir nümunəvi göstəriş həyata keçirməsi ciddi bir siqnaldır. Ona görə mən məsələn qeyd etdiyim kimi, yəni bu gün Türkiyə Avropa Birliyinə Türkiyə daxil olmaq istəmir və Fransanı da burada qayğılandıran, düşündürən həmişə Türkiyənin Avropa iqtisadi bazarında gəlib Fransanın yerini almasıdır. Həm silah bazarında, həm elə geyim bazarı olsun ki, qeyd etdiyimiz kimi, yəni həm də İKT məhsulları ilə bağlı bu gün Türkiyə çox inkişaf edib. Yəni bu sahədə çox inkişaf edir və Fransa həmişə bundan narahatdır. Amma ona baxmayaraq 90-cı illərin ortalarında ki, Türkiyə Avropa İttifaqının kömürlük razılaşması imzalanmışdı. Türkiyənin bir çox məhsullar Avropa bazarına rahat girişi var. Sata bilir, məsələn, Almaniyaya, digərlərinə. Yəni əslində Fransa istəsə belə bu prosesdə çox da mane ola bilmir. Çox da mane ola bilmir, qarşısını ala bilmir. Bunun amma güclənməsini də istəmir. Yəni Türkiyə aşırı dərəcədə güclənsin. Siz dünyada hər şey, İlxan bəy,
yəni iqtisadiyyata bağlıdır. Bəli. Yəni iqtisadiyyat bir velosiped pedalıdır. Yəni o pedal dayandısa ölkə necə velosipedin pedalı dayandı, velosiped yıxılır. Bu da belədir. Yəni bu pedal işlədikcə amma onun sürəti artır, hızı artır. Fransada isə bax o istəyir ki, o Türkiyənin o məcazi mənada dırnaq arasında o velosipedinin təkərinə bir çomaq soxsun ki, Türkiyə çox belə güclə hızlanmasın. Çünki Türkiyə güclənərsə, iqtisadi potensialı artarsa, onun hərbi potensialı da artacaq, onun qlobal potensialı da artacaq ki, yaxın şərqdə artıq Fransa tam oyundan kənar vəziyyətdə qalacaq. Bu gün az da olsa müdaxilə edə bilirsə, az da olsa yaxın şərqdə bir söz sahibidirsə, sabah Türkiyə orada güclənəndən sonra heç bir Fransanın orada artıq rolu qalmayacaq. Biz bunu Suriya məsələlərində də görürdük, nə qədər müdaxilə edirdi. Türkiyə orada özü üçün bir bufer zona yaratmaq istəyirdi, amma Fransa buna qarşı idi. Türkiyə isə bəyan edir ki, mən nə etmək istəyirəm ki, mən bufer zona yaradıram. Öz ölkəmin sərhədlərimin təhlükəsizliyini təmin edirəm, amma sən buna qarşısan. Yəni sanki açıq-aşkar Türkiyəyə bildirmək istəyirsən, sərhədlərini də qorumalı deyilsən. Halbuki məsələn Fransanın bir qarış orada bretonlar var. Məsələn Fransada breton xalqlar var. Mən onları izləyirəm, o mətbuatdan da izləyirəm. Onlar da məsələn Fransaya qarşı onlar hətta məqalələr var bununla bağlı. Çoxlu məqalələr var. Məsələn bretonlar Fransadan müstəqillik istəyirlər. Ki bizim öz musiqimiz var, bizim öz mədəniyyətimiz var, bizim öz bizim mətbəximiz var, bizim nə cür deyək, öz ənənələrimiz var. Siz bizi azad edin. Amma Fransa onlara müstəqillik verirmi? Azad edirmi? Halbuki 30 il müddətində mən o Fransanın ölkəmizdəki səfirliyində də olanda onlarla biz debatlar edirdik. Onlar bildirirdilər ki, Qarabağın dağlıq hissələrində ermənilər yaşayıblar. Siz onların azadlığını tanımalısınız. Çox təəssüf ki, bu siyasətlərini indi də davam edirlər və Macron ki, bir ara prezident seçiləndən sonra Azərbaycanla münasibətləri körədə. Sən də yaxşı bilirsən ki, ondan əvvəlki prezidentlər, o ki, François Hollande olsun, Nicolas Sarkozy, Ermənistana yerinə Azərbaycana da gəlirlər. Normal münasibətlər var. Macron gəldi, hər şey körədə. Amma son zamanlar, son 2 ildə Macron çalışır ki, Azərbaycanla münasibətləri sanki düzəltsin, korrektir. Harada məsələn konferansda İlham Əliyevi görür, prezident yaxınlaşır, təmas qurur. Amma onun ardından da ta ki, Fransa parlamentində və ya hansısa bir Azərbaycan əleyhinə sən demiş, açıqlama verir. Yəni, əslində Fransa Azərbaycanla münasibətləri normallaşdıra istəməməklə Cənubi Qafqazda əslində öz əleyhinə işləyir. Öz əleyhinə işləyir, əlbəttə. Çünki Ermənistan üzərindən möhkəmlənmək Cənubi Qafqazda mümkün deyil. Mümkün. Deməli, Elxan bəy, məsələ nə cürdür? Elə həqiqətlər var ki, bu eynəksiz görünür. Bəli. Yəni, eynəksiz görünən həqiqəti Fransa nə qədər qərəzli, kinli olsa da Azərbaycana qarşı ki, məsələn, biz bunu 30 il müddətində gördük, tarixən də görmüş. Yəni, Türkiyə qarşı bir... Mən onlarla debatlarda çox olmuşam ümumiyyətlə. Yəni, bu Qarabağ məsələsini, hətta mən bir haşiyə çıxım, deməli, biz Fransanın ölkəmizdəki səfirliyinə məxsus, burada əvvəl CCF idi adı, Centre Culturel de France, indi adını dəyişiblər, L'Institut Français qoyublar. Tələbə vaxtı mən orada çox gedərdim. Şənbə günləri saat 6-da avanselər, yəni dili inkişaf etmiş üçünlər, dili daha yaxşı danışa bilənlər üçün bir debatlar təşkil olunurdu. Fransa səfirliyinin işçiləri bu debatları aparırdılar və mən orada bir gün, bunlar həmişə danışırdılar insan hüquqlarından, evdə it saxlamağa nə cür baxırsınız, heyvan saxlamağa nə cür baxırsınız, abort məsələlərinə və mən bunlara bildirdim ki, bizim ölkəmizdə ümumiyyətlə demokratiya da var, yəni soruşun burada kim fikrini azad ifadə edə bilmir. Evdə heyvan saxlamağa da biz yaxşı baxırıq, insan haqları da qorunur, aborta qarşı bizim konstitusiyamızda da məsələ var ki, bu olmamalıdır. Yəni siz bizə nəyi diktə etmək istəyirsiniz, nəyi aşılamaq, nəyi təlqin eləmək istəyirsiniz? Və dedim, mən bir Azərbaycan gənci olaraq narahatam, mən Qarabağdan danışmaq istəyirəm sizlə. Sizin mövqeyinizi öyrənmək istəyirəm. Yəni mənim Qarabağım qalıb orada, dedim, bax burada soruşsanız bir neçə gənc artıq Qarabağlıdır və o öz dədə-baba yurdundan o zorla çıxardılıb. Gəlib burada qaçqın məcburi köçkün vəziyyətində yaşayır. Mən bundan danışmaq istəyirəm və onları məcbur etdim onunla bağlı danışmağa. Biz bir dəfə Qarabağla bağlı danışdıq və orada onlar həmin elə o debatda demişdilər ki, Qarabağın dağlıq hissələrində də ermənilər yaşayıblar. Onlara da muxtariyyət verilməlidir. Mən dedim, onda siz də bretonlara muxtariyyət verin. Marseldə ermənilər var, muxtariyyət reaksiyalar necə olurdu? Sən bu fikirlərlə... Deyirəm, bretonlara niyə muxtariyyət vermirsiniz? Nə deyim? Onlar da muxtariyyət istəyirlər də, bretonlar. Breton xalqı deyir, bizim musiqimiz, ənənəmiz, adətimiz, bizim verin də, onlar mədəniyyətimiz, bizim özümüzün dilimiz, dinimiz. Ora niyə muxtariyyət vermirsiniz? Siz Marseldə nə qədər erməni yaşayır, verin də orada Marsel olsun erməni şəhəri. Yaradın da orada bir Ermənistan, Marselistan yaransın, bir şəhər yaransın da. Təbii bunlar bundan sonra iddiaları yox idi və başladılar Azərbaycan iqtisadi cəhətdən güclənməlidir. Deyirəm ki, düşünün ki, Azərbaycan iqtisadi hərbi cəhətdən qüdrətlənib.
və biz Qarabağımızı istəyirik. Sizin mövqeyiniz nədir? Bax bu mən onlara video aparırdım, fotolar aparırdım, sübut edirdim. Xocalı soyqırımı, 20 yanvar sanki bizim ağrımıza belə öcək yanaşırdılar. Bizim sancımıza öcək yanaşırdılar. Xocalımıza öcək yanaşırdılar. Bizim öz dərdləri kimi, yəni bir başqa bir xalqda olsaydı bu, onu belə bir vəhşilik kimi qeyd edirdilər ki, bu xalqa qarşı vəhşilikdir. Amma Azərbaycan xalqına qarşı törədilənləri bunlar o cür dəyərləndirmirdilər. Və bu məni ağrıdırdı ki, axırda görün nə oldu. Mənim torpağımda gəldilər. Təbii ki, o səfirliyin ərazisidir. Biz indi orada səfirliyin kitabxanası məşğullaşır. Növbəti dəfədə onlar mənim suallarıma cavab verə bilmirdilər. Mənim eyni zamanda mənim kimi başqa Azərbaycan frankofon tələbələrin onlar növbəti dəfədən elan etdilər ki, bir də burada siyasi məsələlər müzakirə olunmayacaq. Yəni mənim suallarla üzləşməmək üçün. Həm də məsələ nə idi? Mən də onlara sual qoydum ki, siz mənim torpağımda, mənim Qarabağdan danışmağımı mənə qadağan mı edirsiniz? Yenə də suala cavab verə bilmədilər. Yox, bura bir mədəniyyət ocağıdır, bura bir kitabxanadır, burada siyasi məsələlərin müzakirəsi doğru deyil, bu doğru yanaşma deyil. Bu belə pambıqla baş kəsmək kimi belə yumşaq, onlar öyrəşiblər adətən nəlbəkidə fırtına yaratmağa. Və də başı da pambıqla kəsmək fransızlar. Adətən pambığı başı kəsmək ingilislər üçün deyirlər, amma fransızlar onlardan da, yəni demək Avropadır da, yəni hər halda Avropa ailəsidir. Nə idi o? Napoleonun müşaviri var idi, Talleyrand. Talleyrand məşhur əhvalat. Talleyrand öləndə bastırmağa gələnlər deyir, özünü bicliyə görəsən qoymayıb ki. O qədər Talleyrand siyasət, gahşah krala yarıyıb, kraldan keçib Napoleonun tərəfinə, Napoleonu kral hakimiyyəti bərpa təzədən kralın tərəfinə. Öləndə deyiblər, bəlkə bu bizlə zarafat edir. Yəni o siyasətin davamıdır. Davamıdır. İndi Elxan bəy, orada doğru qeyd elədiniz. Yəni Fransa son vaxtlar bir yumşalmaya çalışır. Mən onun üçün deyirəm ki, elə həqiqətlər var, o eynəksiz də görünür. Mətbuatda nə yazır məsələn ölkəmiz haqqında? İndi artıq yəni Fransanın çarəsi qalmayıb Azərbaycanla razılaşmamaq üçün. Yəni Fransanın əlində bir əsası yoxdur. Azərbaycanla nə üçün razılaşmasın? Əgər Paşinyan özü Qarabağ Azərbaycan ərazisi sayırsa və bunu hətta o 2-ci Qarabağ savaşı dövründə də erməni deməli tələbələr Makrona sual vermişdilər ki, siz nə üçün Ermənistanı dəstəkləmirsiniz? Azərbaycan axı savaşda qalib gəlir. Niyə Ermənistanı açıq-aydın? O dedi ki, mən nə cür dəstəkləyə bilərəm ki, sizin Paşinyan özü deyir ki, bu Qarabağ Azərbaycan ərazisidir. Yəni bu doğru cavabdır. Eyni zamanda da bu bir həqiqətin etirafıdır. Yəni o bir var könül xoşluğuna, sevə-sevə razılaşma. Bir də var məcburiyyətdən artıq Fransa bu gün Azərbaycanın liderliyini, Cənubi Qafqazdakı artan nüfuzunu, nəinki Cənubi Qafqaz, ümumiyyətlə qlobal deyək ki, reputasiyasının artdığını qəbul edir. Bu gün artıq Tramp dəhlizi deyək ki, müzakirə olunur. Yəni görün, məsələ hardan hara gəldi. Yəni bu gün o Tramp dəhlizinə zaman var idi ki, İranda, Rusiyada, Fransanın özü də o dəhlizə, Zəngəzur dəhlizinə etiraz edirdi. Amma bu gün artıq onlar ona etiraz edə bilmirlər. Təbii istəmirlər. Amma bunu açıq dilə gətirə bilmirlər ki, mən bu dəhlizin ümumiyyətlə bu reallaşmasının məsələni istəmirəm. Necə deyəsən ki, Azərbaycan istəyir, Ermənistan istəyir, Amerika özü istəyir, Türkiyə işin içində var, sən deyəsən ki, amma mən səninlə razıyam, qəlbən deməsələr də bunun əleyhinədirlər. Əleyhinədirlər, əlbəttə bunu istəmirlər. Misal üçün, bax, indi o yumşalma da məhz bundan gəlir. Yəni, Fransa üçün bu gün Ermənistan nə əhəmiyyət kəsb edir, nə ehtiva edir? Məsələn, Ermənistan Fransa iqtisadiyyatı üçün nə vəd eləyə bilər, heç nə. Amma Azərbaycanın, məsələn, Total bu gün də Azərbaycanda fəaliyyətlədir və iqtisadi gəlirləri var. Üstəgəl bir məsələdə ona da toxunaq. Deməli, Makron Fransa ki, bu Afrikada bir neçə ölkəni özü üçün itirdi. Sən də yaxşı bilirsən ki, Avropada ən çox atom elektrik stansiyası olan ölkə Fransadır. Atom elektrik stansiyası nə demək? Sənin hər zaman urana ehtiyacın var. Afrika ölkələrini itirəndən sonra uran ehtiyatı azaldı. Makron səfər etdi Qazaxstana və Özbəkistana. Deyəsən, bir il qabaq idi. Çünki uran ehtiyatına görə Özbəkistan, Qazaxstanda dünya liderləri arasında nə? Oradan uran almaz. Amma indi bir məsələ var. Uranı hava nəqliyyatla daşımaq olmaz, təhlükəlidir. Qalır iki yol. Rusiya ərazisi, bir də Xəzər. Rusiya eləyə bilməz, çünki Rusiyaya qarşı sanksiyalar, Ukraynaya qarşı işğalçı var. Qalırdı yeganə istiqamət Xəzər və Azərbaycan üzərində. Amma sən Azərbaycanla münasibəti o dərəcədə korladın ki, bəlkə də bunun da təsiri oldu ki, gələcəkdə indi qəlbən istəməsələr də, amma əgər o uranı Özbəkistandan və Qazaxıstandan almaq istəyirlərsə, o uran ancaq Xəzər və Azərbaycan üzərindən
Labeləmin o Trump yolu ilə Fransaya çatdırılır. Bəlkə də Macron bunu da nəzərə alaraq siyasət. Ola bilər İlham bəy, yəni bu çox böyük detaldır əslində. Yəni belə mənə elə gəlir ki, elə bax Fransanın yumşaldan bax elə ən böyük amillərdən biri məhz elə budur. Yəni Fransa üçün ümumiyyətlə o dövlətin məsəl üçün bax yazılarda da, onların rəsmi şəxslərində də onlar üçün iqtisadiyyat çox böyük önəm kəsb edir. İqtisadiyyat. Onlar bəzən siyasi maraqları, iqtisadi maraqlara qurban verməli olurlar və bunun məcburiyyətində qalırlar. Dediyim kimi, məsələn, Azərbaycana nə üçün etiraz etməlidirlər? Niyə etiraz etməlidirlər? Ərazim işğala məruz qalmışdı. BMT-nin 4 qətnaməsi var idi. Ermənistanın baş naziri Fransa özü də səs vermişdi o qətnamələrə. Fransa, bəli. 5 daimi üzvdən biri idi. Biri Fransa. Və yeganə hal idi ki, məsələn, adətən BMT Təhlükəsizlik Şurasında necə olur? Hansısa bir qətnamə və Amerikanlar irəlisində Çin və Rusiya əleyhinə və yaxud da səs vermirlər ki, keçməsin. Rusiya, Çin bir qətnamə irəlisində Amerika və ya Fransa ilə. Bizim qətnamə yeganə qətnamə, çünki açıq-aşkar işğal var. 5-i də dəstək vermişdi. Yəni sənin Azərbaycanda Fransa-Azərbaycan Universiteti var. Yəni sənin dilin, mədəniyyətin, tarixin burada tədris olunur. Bizim orta məktəblərdə fransız dili var, universitetlərdə fransız dilimiz var. Yəni nə üçün sən belə qərəzli mövqedə dayanmalısan? Yəni Azərbaycan axı bütün diplomatik, iqtisadi kanallara açıq ölkədir. Yəni bəlkə də ölkəmiz Azərbaycan, mən indi bu müharibə tarixlərini zaman keçdikcə oxuram İlham bəy. O bəlkə də yeganə ölkələrdəndir ki, 30 il ərzində bu savaşın dinc yolla, sakit, o pasifik yolla həllini gözləyən bir ölkədir Azərbaycan. Və bu gün də zəfər çalmasına rəğmən yenə də yekun sülhlə bağlı bir zaman tanıyır, bir nəfəslik verir Ermənistana. Nəfəslik o yəni. Sülh sazişinin imzalanmamasına rəğmən Ermənistana neft satılır, yanacaq məhsulları göndərir. Rusiya, Qazaxstan taxılı bizim ərazimizdən keçir. Amma etməyə də bilərdik. Əlbəttə etməyə bilərdik. Sülh sazişi yoxdur. Amma edirik. Sən demiş, nəyə görə ki, müsbət bir atmosfer yaradır. Müsbət aura yaransın. Qoy Ermənistan cəmiyyəti, Ermənistan ictimaiyyəti də görsün ki, artıq Azərbaycanla onlar nə qədər Azərbaycana qarşı düşmən mövqe sərgiləsələr də Azərbaycan heç də o mövqedə deyil. Azərbaycan bu gün açılımdadır. Azərbaycan yekun sülh sazişini gözləyir. Yəni sülhə, sakitliyə, dincliyə belə bu qədər maraqlı Azərbaycandan başqa bir ölkə varmı? Yenə qeyd etdiyim kimi ölkənin 20% işğal altındadır. 30 il biz ümid etdik ki, dinc yolla, danışıqlar yolu ilə Ermənistan gələcək. Axırda məcbur qalıb biz öz torpaqlarımızı düşmən tapdığından azad etməli olduq. Yəni 30 il müddətində onu gözlədik. Baxın, indi neçə ildə artıq müharibə başa çatıb, biz yenə də hələ yekun sülhlə bağlı gözləmədəyik. Yəni bu əslində Azərbaycanın bir addım qalmışdır. Paşinyan o addımı da atsa, bölgəyə sülh sabiti və Prezident İlham Əliyevin ki, bir neçə il öncə Tiflisə səfərə zamanında bir ideya ilə sürmüşdü ki, Avropa İttifaqına bənzər bizə Cənubi Qafqaz evi quraq. Bəli, Cənubi Qafqaz evi. 3+3 formatı bəzən ortaya atılır. Düz o biraz zəif işləyir. Onun əsas problem odur ki, Gürcüstan ərazisi Rusiya tərəfindən işğal edildiyinə görə Gürcüstan Rusiya eyni məkanda iştirak eləmək istəyir. Və hətta bu günlərdə ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Rusiyaya səfər etmiş. Bu mövzu müzakirə olundu. Amma Gürcüstan burada kənarda da başa düşmək olar Gürcüstanı. Olar, düzdür. İndi bax burada da indi də bu məsələdə İlham bəy, yəni mən hesab edirəm ki, Fransanın Azərbaycan əleyhinə çıxmağa artıq bir əsası qalmayıb. Yəni nədə qınaya bilər? Və bütün bu sən dedikləri nəzərə alaraq, yəqin onun müşavirləri də anladıblar ki, Azərbaycanla münasibətləri normallaşdırmaq Macrona. Bircə dəfə Azərbaycana səfər etməli. Dediyim kimi, bütün Fransa prezidentlər bölgəyə səfər edəndə Azərbaycana hamısı gəliblər. Macron 2-3 dəfə olub da Ermənistan. Bax, mayda İrevanda Avropa İttifaqının bir sammit keçirildi ki, gələn desəm Azərbaycanda keçirməli. Frankofoniya günü keçirilir, gedir ora, amma bizə gəlmir. Bax, məsəl üçün İtaliyanın baş naziri Giorgia Meloni İrevandan Bakıya gəldi. İtaliyana bizim sıx əlaqəm. Özü çox maraqlıdır, Ayət, sən də yaxşı izləyirsən prosesləri. Biz Fransa ilə münasibətləri inkişaf etdirəndə 90-cı illərdə İtaliya ilə bu səviyyədə ilə münasibətlərimiz yox idi. Azərbaycan prezidentləri ilk səfərlərini Avropa, məhz Fransaya edirdilər. Jacques Chirac'ın dövrü, digər dövrü. Amma İtaliya indi Fransanı çox arxada qoyur Azərbaycanla münasibətləri. Əsas neft alıcımızdır, enerji əməkdaşı. Meloni gəl, yəni Macron da gələ bilərdi. Yəni Macron əgər Azərbaycanla münasibətlərin tam normallaşmasını istəyirsə, bircə dəfə səfər etməlidir. Amma belə çıxır ki, o səfərə də ehtiyac duyur. Ehtiyac duymur. Bilirsiniz, Elxan bəy, o da bəzən o da bəlkə erməni seçiciləri fikirlər. Erməni lobbisi gəlbəyir.
Düşünür bəlkə varisi seçilsin. Bəli. Nəsə indi böyük ehtimal orada da erməni lobbisinin də görünür o böyük bir seçici bazası, sosial bazası var Fransada. Neçə yüz mindir? 500 min deyirlər. 500 yarım milyona yaxın bəli deyirlər. Yəni aktiv seçicisi var. Aktiv seçicisini Amerikada kimi aktiv. Bəli, aktiv seçicisi var. Ona görə mən elə hesab edirəm, bəlkə də o bazanı, o sosial bazanı itirmək istəmir. Amma mənə elə gəlir ki, o da yəni əsas rol oynamır. Bilmirəm. Yəni burada məsələ ondan ibarətdir ki, artıq yəni Ermənistan özü razılaşırsa, bunu Rusiya ən ali səviyyədə Rusiya liderinin dilindən Qarabağ Azərbaycanın ərazisidir deyilirsə, hətta o yadınıza gəlirsə Valdayda Paşinyan Qarabağ Azərbaycandır nöqtə bizim cənab prezident bildirmişdi Paşinyan demişdi Qarabağ Ermənistandır nöqtə, cənab prezident bildirmişdir Qarabağ Azərbaycandır, nida işarəsi və bunu Putinin də iştirak etdiyi yanında demişdi. Özü də çox belə möhtəşəm, yəni səsləmişdi sözün həqiqi mənasında. Yəni həmin o paylaşımı sosial şəbəkələrdə o fikirləri paylaşmayan qalmadı. Və Paşinyan indi artıq sözünü geri götürür və açıq etiraf edir ki, mən səhv eləmişəm. Mən səhv etmişəm. Qarabağ hərəkatına mən də qoşulmuşam, bunları da. Amma müharibə başı divara dəydi və indi reallıqları da anlayır. Deyir, yox, Qarabağ Azərbaycandır, bu məsələ bitib. Və məsələ bitib. İndi Fransada artıq, bilirsiniz nə cür, zamanında o qədər kəskin mövqedə dayanıb ki, qəfil yumşalmadan ehtiyat edir, asta-asta. Hətta bizim orada, siz bundan öncə də Xuşbam Nətəvanın sizin verişdə elə demişdik, abidəsinə qarşı hörmətsizlik etdilər, onu parkdan çıxartdılar. O abidə desən, bu günə kimi səfirliyimizin həyətindədir. Həyətindədir, bəli. Məncə o bərpa olunmuyubdur. Yəni, o qədər kəskin mövqedə dayanıb ki. O özü də addım olar. İstəmirsən yumuşalma, adi bir fakt. Həyətimizdə durur Xurşudbanın Natəvanın heykəli. Yenə də həmin meriya və yaxud Makron özü təşəbbüs göstərə bilir. Onu hansısa bir təhlükəsiz ərazidə yerləşir. Biz onu bir yumşalma elementi kimi görə bilir. Amma bunu da etmirlər. Düzdür. Məncə bu Fransanın həm də Türkə qarşı bir tarixi ədavətindən. Çünki mən başqa bir siyasi, iqtisadi, nə bilim, humanitar, bir hüquqi bir əsas görmürəm. Yəni Makronun belə qarşı. Məncə bu sırf elə tarixi, deyək ki, Türkə qarşı tarixi nifrətindən deyim, tarixi qibtəsindən deyim ki, yəni ondan irəli gəlir və o ənənənin də onda bu o deməkdir ki, Azərbaycan-Fransa münasibəti lap Makrondan sonraki dövrdə münasibətlər normallaşsa belə o həmin o amil hər zaman münasibətlərə. Çünki mən baxıram namizədlərə, məsələn, indi ən radikal namizəd Marine Le Pendir, prezidenti. Onun da tutaq ki, Cənubi Qafqaza baxışı inanmıram Makrondan çox da fərqlidir. Məsələn, Sarkozy, indi biz düz deyirik, Fransa Hollanda Bakıya gəlmiş, Sarkozy də Bakıya. Amma mən fikirləşirəm, məhz onların dövründə müharibə olsaydı, Azərbaycan ərazisini bərpa etsə, bəlkə də elə onlar da Makron kimi mövqe sərgiləyərdi. Təbii olardı, bəli, bilmir. Axı, onlar da açıq kontekstdə, mən elə həmin Hollandın dövründə, indi Sarkozinin dövründə mən biraz, yəni, daha çox deyim, izləyə bilmirdim. Amma Hollandın dövründə mən artıq elə həyatımın ən qaynar vaxtlarıydı, fransız dilini aktiv universitetdə öyrənirdim, izləyirdim. Onlar da açıq kontekstdə bunu demirdilər ki, Qarabağ bəli Azərbaycanı, o həmsədirlər. Nə vaxt açıq formada elə həmsədirlər, həm də Fransanın danışan dili idi də, ATƏT-in Minsk qrupunda. Yəni, onlar da açıq kontekstdə bu məsələni demirdilər. Hətta onlar, yanılmıramsa elə Hollandın dövründə idi, Fransada onlar həmsədir bir açıqlama vermişdi ki, artıq Azərbaycan Qarabağ məsələsini unutmalıdır. Unutmalıdır. Yəni, bu həmsədir kimdir? Həmsədir Hollandın danışan dili idi. Yəni, onda da bunu onlar açıq etiraf etmirdilər. Yəni, açıq şəkildə bildirmirdilər. Amma nə şükür ki, çox şükür ki, Azərbaycan müzəffər ordusu, ordumuzun qüdrəti, cənab prezidentin siyasi iradəsi ilə, yəni, bax, bu 44 günlük vətən savaşında biz o ərazi bütövlüyümüzü, bütövlüyümüzü bərpa edə bildik və bu gün doğrudan da Azərbaycan dünyaya sülh çağırışları edir. Yəni, əgər etmirsə, deyin etmin. Bir bəndimiz var. Ermənistan konstitusiya dəyişikliyi referendum etsin, konstitusiyasına dəyişiklik edib, başqa nə istəyirik? Biz deyirik ki, Azərbaycana gedəcək yaxın aylarda buna. Çünki məsələn 7-8 deputat səsi çatmır. Amma belə bir onlarda qanun var ki, yəni 300 min vətəndaşın imzasını toplasın. Bəli, imzasını. Siz Elxan bəy, mən gedəcək
deyə hələ məncə Ermənistan qalır hələ. Şübhəm qalır və hesab edirəm ki, Ermənistan ictimaiyyəti, Ermənistan cəmiyyəti hələ buna hazır deyil və bunu Paşinyan hazırlamalıdır. Bəlkə bundan sonrakı prosesdə düzdür, görünür. Yəni baxmayaraq ki, o ermənilər Paşinyana səs verib partiyası qələbə çaldı, referendumda fərqli bir belə deyək, nəticə ilə də Paşinyan üzləşə bilər. Yəni düzdür, ermənilər başa düşürlər ki, müharibə onları, növbəti müharibə də onları fəlakətə aparacaq. Bunu anlayırlar. Amma sən demiş, indiki məqamda konstitusiyanın dəyişməsi, o illər uzun daşnaq o təsirindən qurtula bilərmi? Təhtər şuurda o zaman lazımdır. Əlbəttə, təhtər şuurda o qədər belə Azərbaycana qarşı düşmən mövqeyini otuzdurublar, yaddaşlara, şuurlara. Onu bilsinizmi, qəfil birdən-birə dəyişmək o şuuru çox çətindir. Yəni ona görə Paşinyan və Paşinyanın komandası çox ciddi işləməlidir bu məsələnin üzərində. Məsələn, Azərbaycanın öz ərazisindən taxılın keçməsinə, Qazaxıstan və Rusiyadan gedən taxılın Ermənistana keçməsinə, neft yanacaqla, enerji ilə təmin etməsinə. Bu yaxınlarda başqa bir sazişdir. Bizim internet də artıq Azərbaycanın üzərindən Ermənistana gedən xəttin açılışına da imkan yaradır. Yəni bütün bunlar hamısı nəyə görədir? Yəni artıq biz əlimizi uzatmışıq. Əlimizi sülh üçün əlimizi daşın altında çoxdan qoyub Azərbaycan tərəfi. İndi top Ermənistandadır və top Paşinyandadır və baxır onun komandasının gücünə ki, bunu artıq o şüurları dəyişib referenduma gələ biləcək. Yəni bizim istədiyimiz bir məsələdir. Referendum keçir, konstitusiyanda de facto demirsən Qarabağ Azərbaycanlıdır. De jure vəssalam. Elə biz başqa biz Prezident İlham Əliyevin də fikir, sənə sözü və qüvvət. Referendum keçib, konstitusiyada həmin bənd çıxarılan sabahsı Azərbaycan prezidenti deyir ki, mən o sazişi imzalamağa hazırım. Başqa bir şərtimiz və tələbimiz yox. Ərazi iddia etmirik. Bəli. Sənə qarşı başqa bir iddiamız yox. Səni iqtisadi blokadaya almırıq. Bütün qapıları açırıq. İqtisadi kanallar, iqtisadi arterlər bütün açılır sənin üzünə. Bir dənə sən de facto dediyin sözü, de jure təsdiqlə vəssalam. Bəli. Başqa, axı Azərbaycan sən ərazi deyir, biz deyirik ki, sadəcə mənim ərazimə iddianı konstitusiyandan çıxart. Əslində Paşinyan anlayır, sadəcə sən demiş, yəqin bəli, orada siz mətəri, orada da yenə əvvəl Rusiya bağlı generallar, Rusiya bağlı siyasətçilər, yəni keçmiş o müxalifət, Paşinyanın, bəli, Paşinyanın deyək ki, Paşinyana qarşı olan müxalifət, oponentləri, əlbəttə onlar da xalqın müəyyən kəsimini, yəni baxın, görün Paşinyan, hətta belə iddialar var ki, Paşinyan türkdür. Təsəvvür edirsiniz. Paşinyan özü də dedi, mən bunu özümə təhqir kimi qiymətləndirmirəm, çünki ermənilər 100 illər ərzində Osmanlı imperiyasının tərkibində yaşayıblar. Yəni bütün bu tezislər nə üçün ortaya atılır? Yəni Ermənistan cəmiyyətində Paşinyana bir nifrət yarar. Axı indiyə qədər onlar ermənilərin beyinlərinə toxum səpiblər ki, yəni Türkiyə nifrət. İndi Paşinyan türk dediyi Paşinyana nifrət belə bir obraz yaratmaq istəyirlər. Yəni bunlar təsadüfi deyirlər təbii. Amma alınmadı yenə də erməni cəmiyyəti ona səs verdi. Erməni cəmiyyətinin əksər hissəsi başa düşür ki, yəni Paşinyanın o ruspərəst rəqiblərinə səs versələr, bu yenidən müharibəyə riski deməkdir. Risk deməkdir, bəli. Bu dəfə 100 dəfə də müharibə olsa, 100 dəfə də başlarını əzərik. Yəni başqa ərazilərini də itirərlər. İndi Elxan bəy, mən Paşinyanın armnews.com saytı var. armnews.com bu ermənidir, onların əməkdaşları, yəni baş redaktor da ermənidir, əməkdaşlar da ermənidirlər. Bunlar fransız dilli saytdır. Həm fransız, ingilis, erməni dilində yayımlanır. Mən onları da tez-tez izləyirəm və Paşinyanın xalqla, yəni ermənilərlə görüşləri olur tez-tez ara-sıra. Məsəl üçün o görüşləri də izləyirik. Orada da artıq, məsələn, tutalım Qarabağ niyə getdi sualına, Paşinyan həmin o sual verənlərə sərat cavab verir ki, yəni biz bu qədər itki verdik. Yəni yenə mi ölüm istəyirsiniz? Yenə mi qanqada istəyirsiniz? Deyir, mən sizə istəyirəm ki, siz daha yaxşı dolanasınız, pensiyanız, təqaüdləriniz, övladlarınız təhsil alsınlar, oxusunlar. Yəni siz müharibə mi istəyirsiniz yenə? Bir dəfə etdik. Alınmadı da siz gördünüz. Bundan sonra eləsək, bizim qalib gəlmək kimi bir şansımız yoxdur. Düzdür, Ermənistan silahlanmasını da davam etdirir ki, bunu, yəni biz məsələn Hindistandan silahlar alır, Fransadan silahlar alır, bunu da bilirik. Yəni o da davam edir, amma təbii Azərbaycan öz işini çox belə səhih şəkildə, sərrast şəkildə biz də o proseslərimizi davam etdiririk ən ali səviyyədə, amma məsələ bundan ibarətdir ki, yəni Paşinyan xalqı buna hazırlamalıdır. Yəni tək Paşinyan söhbət edir, Paşinyanın komandası xalqı hazırlamalıdır. İndi məsələ nə yaranıb Elxan bəy? Bu yaxınlarda məsələn mən həmin o armnews.com-da da izləyirəm və Fransa mediasından da izləyirəm. Artıq İranın Ermənistana təzyiqləri başlayır. Eyni zamanda Rusiyanın Ermənistana təzyiqləri başlayır. Rusiyanın Ermənistana təzyiqləri olub, amma İranın Ermənistana təzyiqləri Tramp yolunda bu yenidir. Açıqlamalar da var. Bəli. Yəni artıq təzyiqlər başlayıb. Buradan deməli, İran təzyiq edir ki, niyə Tramp yoluna sən razılıq verdin?
Dünən Zaxarovanın açıqlaması var. Zaxarova bildirir ki, bizə həm Avrasiya İqtisadi Birliyində, eyni zamanda kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında vicdanlı tərəfdaş lazımdır. Yəni Ermənistana vicdansız fakt. Vicdansız, vicdansız deməkdir. Yəni onu diplomatik dildən belə məişət dildən tərcümə etsək. Buna görə sən dediyin bu son məsələ çox vacib məsələdir ki, Rusiya İranın iki tərəfli təzyiqi Paşinyana artdığına görə Paşinyan bu gün daha çox Azərbaycanla sülh sazişini imzalamasına ehtiyacı var. Çünki Azərbaycanla sülh sazişi tək Azərbaycanla münasibətlərin tam normallaşması deməkdir. Eyni zamanda ən böyük qonşusu Türkiyə ilə münasibətlərin avtomatik normallaşmasıdır. Paşinyan buna Türkiyə ilə sərhədlər açılır. Düzdür, Yaxın bəy, yəni ona inanmaq sadəlövlük olar. Nə qədər ki, məsələn, Rusiyanın Gümrüdə ordusu var, yəni Ermənistan hardasa Rusiyanın asılı vəziyyətdədir. Həm iqtisadi cəhətdən, həm bax belə hərbi cəhətdən Rusiyadan asılıdır. Amma Paşinyan heç olmasa başqa bir xətt, başqa bir kanal tapmaq istəyir. Siz qeyd etdiyiniz kimi Türkiyə kanalı. Türkiyə ilə sərhədlər açılır. Azərbaycanla sərhədlər açılır. Artıq bir iqtisadi kommunikasiyalar Rusiyadan qaz ala bilməyəcək, Azərbaycandan qaz alacaq. Yəni məsələn, kənd təsərrüfatı məhsuluna Rusiya bazarı bağlıdır. Bizim üzərimizdən Türkiyə üzərinə başqa bazarlara çıxış edəcək. Bunlar hamısı doğrudur. Ayət, mən sənə dərin təşəkkür edirəm. Əziz seyircilər, xatırladıram ki, bizim proqramımızın qonağı siyasi ekspert Ayət Əhməd. Ayət, biz çoxdan da görüşmürük. Ümid edirəm ki, bizim proqrama da ara sıra imkan tapdığınızda qatılacaqsan. Əziz seyircilər, deməli iyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətdən parlament sədrlərinin sessiyası keçirildi. Bakıdakı sessiyada İran parlamentinin sədri Məhəmməd Baqir Qalibov da iştirak edirdi. İran parlamentinin sədri toplantıdakı çıxışında Azərbaycanın xoş sözlər dedi ki, İranın çətin günlərində göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib. Eyni zamanda Qalibov Azərbaycan xalqının İranın yanında olduğunu vurğulayıb və deyib ki, İran xalqının yaddaşında bu əbədi qalacaq. Çox gözəl. Yaxşı, Azərbaycanın dəstəyini bu qədər siz müsbət qiymətləndirirsinizsə, bu müharibə zamanı İrandan Azərbaycana atılan dronlar nə idi? Yəni bu məsələni indiyə qədər İran rəsmiləri aydınlıq gətirməyiblər, amma hər halda yenə də biz qonşu dövlətlə normal münasibətlər, ortaq layihələrin reallaşmasını istəyirik. Biz heç kimin daxili işlərinə qarışmırıq. Yetər ki, qonşumuz da Azərbaycanın daxili işlərinə qarışmasın və Azərbaycan əleyhinə açıqlamalar verməsin, bəyanatlar verməsin. Bizim sadə bir istəyimiz var. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.